Salam əziz izləyicilər. Biz bugün İmişli rayon Hacı Rüstəmli kənd qəbristanlığına gəlmişik. Şəhidimiz Çavuş Abbasov Asimin məzarın ziyarətinə. Çavuş Asim Abbasov 44 günlük aprel döyüşləri və 44 günlük müharibənin iştirakçısı olmuş və bugün onun ziyarətinə gəlmişik. Allah şəhidlərimizi rəhmət eləsin. Cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Məkanın cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Bugün şəhidim köçtü evimizden, İtti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, ürəyi dağlama. Şəhid Çavuş Asim Abbasov İmişli rayonunun Hacı Rüstəmli kəndində dünyaya göz açmışdır. Biz bugün övladları ilə şəhid Asimin ziyarətinə gəlmişik. Allah şəhidimizi rəhmət eləsin. Allah övladlarına can sağlığı versin. Gözleri her an intizarda, vətənin oğlusan, vətənin bugün darda. Ananın fəryadı duyulur oğlum arda. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şəhid. Salam dəyərli iMedia izləyiciləri. Siz ömür boyu verilişinə baxırsınız. Bu veriliş vətən uğrunda canı fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunur. Hər bir şəhid bir ailənin övladı, bir ananın ümidi, bir xalqın qururudur. Biz bugün onların həyat yolunu, arzularını və ailələrinin yaddaşında yaşayan xatirələri birlikdə vərəqləyəcəyik. Allah şəhidlərimizi rəhmət eləsin. Qonağımız şəhidimizin əziz anası Abbasova Nuridə Yavər qızıdır. Siz salamlayırıq və bizi dəvət etdiyiniz üçün təşəkkür edirik. Şəhidimizin qardaşı Orxan bəy və övladları oğlu Rasim, kızı Nuray, Nilay və Ayan xanım. Siz salamlayırıq. Ama icazə versəydiniz bir-iki dənə şəhidimiz barəsində sual verərdik. Ana, necəsiniz? Sağ olun, yaxşı, Allah kömək olsun sizə. Bizim dəvətimizi qəbul edib gəldiniz üçün sizdən çox razıyım. Allah razı olsun.
Ama şəhidimiz barəsində nə danışa bilərdiniz? Valla şəhidimiz barəsində çox söz danışa bilərdim. Məsəl üçün, uşaqlıqda elə bilin çox yaratıcı uşaq olur. İmtihası məsəl üçün dostlar, tanışa, yana, belə, məsələn, yıxılanı doğuzan, nətər deyim, acın əlinə çörək verən, belə bir uşaq olur. Və yaxşı, çox gözəl yoldaşlığı olur, dayıquşluğu olur. İmtihası biraz dəcəl uşaq olur da, belə nadinc, nə bilim, deyil. Şəhidimiz dostları ilə necə idi? Çox gözəl münasibəti var idi. Məsələn, bəzən olurdu ki, elə bir yerə gedirdi, yaxud məsələn, əskəridə olanda da, məsələn, işləyəndə də, uşaqlar məsəl üçün gördün ki, hətta dalaşırlar, söz-söhbət olub, məsələn, görürdün ki, zəng eləyirlər ki, Asif, burada belə bir şey olur, hadisə. Görürdün, sırası gəlir, elə olurdu ki, icazəsiz gəlirdi o. Məsələn, mühərbidə işləyəndə, icazəsiz gəlirdi, uşaqlar öz yoluna, orta vırın döyünürdü, öz dili ilə, hərəkəti ilə onu yola verirdi, gedirdi, belə. Ancaq sakitlik uşağı idi də. Daha özü dalaşan gördü, kiminsə üstə gedib kiminəsə dalaşım yox. Məsələn, iki uşaq savaşardısa, onlar gedib sakitləşdirərdi. Günah hansındadırsa, onu bilərdi ki, günah sənədi niyə bunu görürsən, biləcək. Amma şəhidimizin uşaqlıq arzuları nə idi? Allah'ın uşaqlıq arzuları rəsbədəndən, bu, nə bilim, vətənpərvəri, o müharibə vaxtında uşaq ağlı kəsdikcən o müharibəni hiss edirdi ki, o 92-də zaten olan müharibələri hiss edirdi onlar. İstəyirdi elə can atırdı ki, məsəl üçün müharib, nəsə belə döyüşən, belə qisas alan, belə də, yəni, belə uşaq idi, vətənpərvər, vətəni sevən, millətini sevən, belə bir uşaq idi. Allah şəhidlərimizi rəhmət eləsin. Şəhidimiz barəsində bir-iki dənə sual vermək istəyirəm. Məktəb illərində müəllimləri ilə, dostlarına, onları necə xatırlayırsınız? Mən nə deyim ki, uşaqda sinif yoldaşlarıyla da yaxşı münasibəti vardı. Müəllimlər də həmişə xətrini istəyirdilər, şagirdlər də həmişə o xətrini istəyirdilər, bizə nələr lazımdır, belə. Başa düşdüm. Ən böyük arzusu nə oldu? Ən böyük arzusu hərbiçi. Vətən keşindir, vətən uğurlar. Ana, şəhidimiz boş vaxtlarında nə işlə məşğul oldu? Boş vaxtlarında idmanla. İdmançı sevirdi və həm futbol oynayırdı, həm də məşqlər buna. Elə hərbidə də eləyirdi. Burada da ikinci dərəcəli yer tutmuşdu, idmanla məşğul idi orada. Ailəyə münasibəti necə idi? Çox gözəl ailə münasibəti var, çox gözəl. Atıya, anıya, qardaşa, bacıya, evlada, həyat yoldaşına, hətta qohmaq rəviyə də. Bu dəqiqənin özündə onun adını çəkəndə hamı heyfsilənir. İcazə versəydim bir də sual verərdim. Hərbi xidmətə getmək qərarını necə vermişdi? O barədə bir-iki kəlmə. Oğul, hərbi xidmətə getmək qərarını belə vermişdi. Onu hökumətdə hərbiyə çağırdı. Veya dedim, Malquşavana getmişdi, Tərtəri Malquşavan, nə bilim. Bax, orada əskərlikdə idi. Oralar da müharibədən qalma xarabalıqlar idi. Biz atası ilə mən götürür onun yanına, yemək içməyə aparmışdı, o yay idi, may ayı. Nəsə yedi elədi, sonra dedi ki, ata, sənə bir söz deyim, dedi, deyil. Dedi, ata, burada mən uşaq çağırdı bir əskər, özü kimi bir əskər. Dedi, burada gecə uşaq çıxanda onu durbiyə bağlayıb işgəncə ilə öldürdülər. Dedi, atası da ona dedi ki, nə olsun, öldürürlər də sən. Dedi, yox ata, burada 800 dənə saldat var. O 800 saldatın içində iminlə bu, məni niyə çağırdı mən dedi. Deməli, burada nəsə səbəb var. Mən qisas almalıyım. Dedi, ay balam, bu başuduğunu deyib. Nəysə, əskərliyin çəkdi, gəldi. Dedi, mən gəlmirəm. Dedi, gəlmirəm. Atası dedi, yox, bana gəl. Gəl, sonra baxar, fikirləşər. Gəldi, gələndən də sonra, nə bilim, ortalıqda gecələr oldu ki, mən qaydıram hərbiyə, mən qaydıram. Atası nəysə, oradan buradan da dedilər ki, buraxma, gedə, belə mümkün olmadı. O vaxtda, indi biraz pis çıxmasında, nəm orada demək olar, pulla idi hər şey. Hərbiyə götürmək pulla idi. Orada pul topladı, özünü. Getdi, orada hərbiyə.
Bakıdan belə komissiya zat müsibət çəkdi, axırı getdi hərbiyə. Hərbiyə də gedəndən sonra atasından elə bir demədən, heç kəsdən icazə almadan özü yenə yol tapdı, keçdi kəşfiyyata. 6 aydır kəşfiyyata keçmişdi, üzünü götürdü. Bu şimdi qısasını almaqdan sonra getdi, 6-da. Müharibə başlayınca, dedim, 17 meydi var idi, 17-5. Ben hətta sizə deyim, biraz maraqlı çıxır, indi orada düşsə də, düşməsə də. O, komandirin ad günündə, deyiblər, bu komandirin ad günündə təbrik eləməyə. Deyib, siz təbriküzə eləyib, mən eləyəcəm. Oturduqları yerdə gedib sumkada, gətirib belə turlayıb, gedib düşüb kravatın altına. Deyiblər, o nəydi? Deyib, çəkin bəri. Erməninin başını öz komandirinə padarka gətirib. Elə bir Listədəndən onun həvəsi ancaq qisas almaq, özü qurban da demişdi. Atası deyirdi, bala, müharibəyə qurban deməzlər. Dedi, ata qurban demişəm, müharibə olsun, neçə illərlə düşünüş papağımızı qaldıraq, qoyaq başımıza, ondan sonra ölsəm də dərdim olmaz. Deyirdi, bala, Allah gələn danışım. Belə, nə deyim, atası da rəhməti gedəndən 55 gün sonra özü rəhməti. Müharibə başlayanda ana olaraq siz nə hiss edirsiniz? Nə hiss edirəm? Nə hiss edirəm? Hamı danışdı, elədim, mən axırda mən danışdım, dedim, oğul, nə qarışır, neymiş, dedi, belə də fırram. Dedim, mən də anadır, ürəyimə gəl, dedim, balam, sizə bir şey verərlər, özü qabağa atarsın, amma geridə qalası oldu. Hamı onu da anlayırdı ki, qabağa getmir, qabağa getmir. Amma elə bir müharibə, yəni ki, müharibəni biz sentyabrın 27-si başladı, amma biz 3 ayda bir odur ki, bizim oğlumuz müharibədədir. Yəni, qərarsız müharibədə belə. Dedim, bana bir şey verirlər, birdən keçərsiniz qabağa, özünü gözlə. Dedi, yox, bana, dedim, bana, nə yemişsiniz? Dedi ki, piçək, taxta piçək yemişim. Dedim, mühasirəyə düşərsiniz, bana tutarlar. Dedi, yox, elə mühasirə kimi bir yer deyil, uşaqlar gəlib bizi tutaracaqlar. Dedim, bana qurban deyirəm, sağ-salamat gəlin, havuz. Qurban kəsirəm, dedi, biraz da uşaqlara zarafat elədi. Dedim, amam sizə qurban deyir, sağ-salamat gedək, qurban kəsirəm. Həmən gün saat 4-də xəbər gəldi. Anasız şəhidimizin son zəng, yəni son dəfə zəng vurduğunda, son sözü nə oldu sizə? Zəhmət olması. Mən danışdım, o da demirəm, o belə Yəni o xatırlayırsınız da çalışdığında nə oldu? Gülə-gülə dedi ki, inşallah özünüzdən müğayət olun, hər şey yaxşı olacaq, keyf elə. Keyf elə. Mənə ağırdır bu sual vermək. Yəni icazə versəniz bir dənə sual verəcəkəm. Şəhid xəbəri sizə necə çatdırıldı? Orta məktəb qutaracağında əskər bitdi də, elə bir mayağı bitdi birində. Nə deyim, getdi hərbiyə, hərbidə də elə gördü uşaqlar da dayanmadı, gəldi. Ona deyirəm, göndərmişlər oxumağa, Bakıya. 2 gün idi getmişdi, xəbər gəldi ki, orada uşaqlarda keçiddən keçəndə orada vurmuşdular, kəndir kəsilmişdi, vurmuşdu. Oradan pulu da olmamışdı. Borç pul alıb gəlib getdi, o şəhid olanları oradan çıxartdı. Özü qoşuldu, getdi, ondan sonra da getmədi. Qaldı məktəb elə. Sonra da dedilər ki, atası da çox çalışdı, geçsin, oxusun da, İzbaniya alsın, buradan bıraxmadılar. Adı yadımda diyor, o deyib ki, biz sənə yerində verəcək. Adı sənə yerində verəcək. Demə, müharibə başlayacaqmış. Yəni ki, bu otaya keçəndə həmişə qabaqda gedirmiş, arxada gəlirmiş. Evdə də deyirdi ki, bir dəfə də sən orada deyirdi, yox, əgər biz öləriksə, bizi komandir çıxarda bilər. Amma komandir ölərsə, biz onu çıxarda bilmərik. Ona görə həmişə onlar iplə
gedirdi, arkada kaydırdı. Çok güzel yoldaşlığı olmuyor. Bu deyip bak gelseydiler hərbçilər, hə. Dodaqlarından qan çıxdı deyir. Asım haqqında danışanda. Məsələn, hamısı deyir ki, bizə məsələn, at əvəz olub, qardaş əvəz olub. Elə əskər var ki, gəlir deyir ki, mən məsələn, öz qonşum telefonu vermirdi, valideynimlə danışam. Cibimə alıb telefonu qoyurdu. Onun telefonunu gətirirdi. Orada məsələn, hansı uşaq biraz də acizdi, geridə qalmışdı, kasıdı, ona bir adam orada bir şey deyə bilməz. Ya onu öldürərdi, ya ki, uşaq orada, sən ki, uşaq. Onun onun qəlbi sınırdı elədi. Hastayım da cibinin pulunda, bax elə. Dostlarına paylaşardı. Həmişə yardımlıda ölmüşdü, həmən oruza keçiddən idi. Hər asın. Ölmüşdü, iki uşaq qalmışdı. Qalmamışdı. Hədə iki daldan oldu. Hastayanlı gəlirdi oradan həmən Orxan Əkbərovla. Allah cəm şəhidlər rəhmət olsun onda, elə suardan. Onunla yığırdılar, aynı gətirib vururdular xala demliklərə, mağaza xala demliklərə. Ona da nə olurdu? Alırdılar, gedirdilər, onu yoxlayırdılar. O uşaq ataları ölmüşdü. Uşaqlara Peyğəmbəri toy elədilər. Biz getdik oraya, qoca babası var idi. Hamının içərisində durdayağa gəldi, mən boynumu qucağına. Dedi, Asim gedəndə mənim nəvələrim heç kəs yoxlanır. Gəlirdi, hərbidən gəlirdi, hə. 2 gün, 3 gün, onların 40 günü var idi. Arada gəlirdi, and olsun Allaha, gecə saat neçədə gəlsə, tezdən qonşular deyir ki, Asim axşam gəlmişdi. Bir səs bıraxırdı, hə. Uşaqlardan da gətirdi özünü. Bütün elə bir qonşu tanıyan, gecə ayrıldılar ki, Asim gecə gəldi, hərbidən gəldi. Tezdən görəcək, küçəyə çıxın deyir, Asim gəlmişdir, deyir ki, hə, səsini eşitdir. Bax, elə səs bıraxırlar. Hamı gəlirdi, o dedi, bu Asim xoş gəlmişsən, deyir, Asim xoş gəlmişsən. Yəni, səsi ilə, qıyi ilə dağıdırdı. Məsələn, gəlirdi, uşağın hansınısa nəyəsə çatmır, dedim, ama, bir beçə gəlsə, bir ördək gəlsə, bir qazdı, nəyəsə, kapıdan zaten deyim, nədir bana? Aparır uşaqlara, aparırdı. Yığırdıq sumkuya, kimin yoxdursa, uşaq ayrı-ayrı oldu, ailəli olanlar, onu aparırdı. Evdən hərbinin otaq verilmək, otaq kraskalıydı. Evdən qablaşıq aparırdı, istəkən əlbək aparırdı. Yerdi, hə, əskərlər boyac qalmaz. Hamısına köməli gelir. Onların gedib, başına 10 pul ayırmışlar, Lələtəpə döyüşürlər. Bilirsən, 4 saat müddətini alırlar. Onda onun başına pul ayırmışlar. Nəyə ayırmışlar? Deməli, zəmzəm suyu görürsünüz. Zəmzəm suyunu töküb potolbuya, gedib erməninin kazarmasını qapının da uşaqlara deyib süzdürüb, keçilə gedibmişlər. Süzdü, aparıb qoyub erməninin kazarmasının arxasına bir dənə də söğüş yazıb, potolbuya qoyub, onu da qoyub. Qoyub ora gəlmişdi. Onun o Lələtəbədə onun başına pul ayırmışlar. Deməli, oğul baş ağrısı olmasın, bilmirəm, 2 gündür, 3 gündür rəhmətə gedib, deyəsən 2 gün idi. Həmin o dərgah müəllim məktəbdə direktor işləyirdi. Zəng elədi ki, Orxan gəl, qardaşı getdi. Erməni yazıb qoymuşdu ki, 2-ci mübarizin canını aldıq. Tərcüməyə çevirdilər, erməni yazıb qoymuşdu. Uşaqlar da hansı qoydusa, onu bu nə bilim, nə istəqaram deyirlər, nə deyirlər, ora ermənilər sırasını bağlayırdı. Ermənilər bağlayırdı. Mənim uşağım verir. O Lələtəpə döyüşündə deyir, yerdə ata. Məsələn, kişilərini öldürürlər. Qadınlar deyir, nə cür gəlmişsin? Deyir, belə atmamalı, belə sinəsinə belə basıb, arvadları belə basıb, yəni arvadları verməm, arvadları mənim yaşlı qadınlardır. Yəni, düz deyir, yenə bayaq da dedim, hamısı şəhiddir, hamısı zülüm çəkir. Amma mənim oğlum kimi 52-də bir oğlan var. Yaşmada vətənpərvər, əsl vətənpərvər deyərdim. Əsl vətənpərvər. Evzad onu sərf eləmirdi ki, məsələn, mənim uşağım burada aç qalır, fikirləşmirdi. Ancaq torpağı fikirləşir, torpağı. İngiliz cəsur qəhrəman. Ana, şəhidimiz Asim hərbi hissəyə gedəndə siz ona qarşı çıxdınız. Tək biz yox, bəzi hərbiçilər var idi, yaşlı hərbiçilər. Onlar da arasına deyirlər ki, olmuş. Həmin hərbicilər, yəni dostlar? Yox, tanımadıq da. Məsələn, təsadüfən Şeyx elə gedəndə gördüm, rastlaşıb.
Deyirdi, mənim oğlum beni hərbiyə getmək istəyir. Deyirdi, bıraxın, onu doktorum ki, gəlir, aləm qarışmışdı. O bizə deyir ki, düşürlər, evdə yapacağız. Şəhidimiz evə gələndə, məsələn, hərbi xidmətdən məzuniyyətini deyək, ezamiyyətini deyək, evə gələndə sizdən hansı yeməyi istəyərdi? Deyərdi, anam filan yeməyi istəyərdi, xoşlayır. Ən çox biçin yerdi, qaz yerdi, qaz ətləri. Həm də deyirdi ki, evə gələndə nəysə yeməkdən doyur. Ana yeməyi, ananın bir şey deyir. Həm də elə ki, zəng eləyirdi ki, ata saat neçədə gələcəm. Atası gəh gəlmir, gəlmir, flaş yapışır, adamın bir qarına. Deyir, yox, tez, filan şeylər hazır, nə yoxdur, alım gətirin. Deyirdi, bir qarına, deyirdi, yox, o ailə gəlirdi, deyirdi. Çox çalışırdı, çox çalışırdı. İdman üzərində işləyirdi orada. Sonra belə də. Bildiyimə görə şəhidimizin 4 övladı var. Bəli. O övladlar barəsində bir dənə məlumat verərik zəhmət. Övladlardır, nə bilim, yox, 3 qız. Rasim. Rasim, oğlu Rasim. yəni Rasim böyük evladdı, oğlan, Nuray ikinci, Nilay Allah üçüncü, sağ olasın. Ayan dördüncü. Çok güzel evlatlardı, atalarını çok güzel hatırlayırlar. Danışanda görsəm uşaqda belə. Dəyərli Nuridə ana, indiki gənclərə nə tövsiyə edərdiniz? İndiki gənclərə tövsiyəm olardı. Birinci, Allah müharibə qismət eləməsin. Ya. Əmin-amanlı olsun, sülh olsun. İkinci də, məsələn, şəhidlərimiz var da, hamısı məsələn, ona baxsın, vətənpərvər, vətənin qeydinə qalan, millətinin qeydinə qalan oğullar olsun. Yəni, heç çıxmasın, qeyrətsiz olmasın, qeyrətli oğullar olsun. Baxsın, o şəhid olanların da fərahı, qanı yerdə qalmasın. Belə, vətəndən gözəl müğayət olsunlar. Nə bilim, prezidentimizin arxasında dursunlar, birləşsinlər, yumruq kimi, belə. Amma bir daha sizə təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun, bizi qonaq dəvət edədiyiniz üçün. Allah şəhidlərimizi rəhmət eləsin. Bu evə, bu isti evə toya şadlıqlara gələk. Əziyyət verdik, gələ bağışlayasınız. Allah sizdən razı olsun bir daha. Biz sadəcə sevinirik ki, bizim balamızı yad eləyən var, yadına salar. Borcumuzdur ana, borcumuzdur. Bugün bir daha anladıq ki, qəhrəmanlarımız yalnız tariximizin deyil, ürəyimizdə də əbədi sakinləridir. Şəhidlər ölməz, vətən bölünməz. Allah bütün şəhidlərimizi rəhmət eləsin, Allah ailələrinə səbr versin. Mən isə növbəti görüşədək sizlərdən sağlaşıram. Sağ olun, salamat qalın.